Salam Hamza dostlar, bu videoda Xiaomi Redmi Note 15 Plus adlı telefonu inceləyəcəyik və dizaynla başlamaq istəyirəm. Dostlar, telefonumuz biraz qalın telefondur. Yəni Xiaomi'lərin hamısında demək olar ki, bu qalınlıqdan istifadə olunur. Ekranın görmüş olduğunuz kimi biraz çıxıntı var. Yəni korpusdan bir balaca yuxarı doğru çıxıntısını görə bilirik. Bu da maraqlı bir təəssürat oyadır insanda ki, yəni niyə qobuslu deyil də biraz çıxıntılı istehsal olunub. Dostlar, telefonumuz 3 rəngdə istehsal olunmuşdur. Qara, bordovu və bir dənə belə açıq göy mavi belə bir cür rəng şey var. 4 dənə blok kameradır. Opşi bir yumruğun içində və bu olduqca necə deyək, simmetrikdir. Mənə də xoşuma gəlir. Simmetriya dəlisi olduğuma görə belə necə deyim, belə dizaynları mən xoşlayıram. Opşin belə. Dostlar, telefonun 2 dənə qalonkası mövcud görmüşsünüz. Bir altda, biri üstdə və altda bir dənə mikrofon, üstdə bir dənə mikrofon. Alt tərəfdə bir dənə kombinasiyalı sim yuvası və Type-C girişinin mövcud olduğunu görürük və ön tərəfdən çərçivələrinin də olduqca incə olduğunu görürük. Mən xoşuma gəlir. Yəni getdik. Telefonun RAMı dostlar 12 GB-dır. Siz fərqli versiyalarından da istifadə edib ala bilərsiniz. Qalınlığı 8.2 mm-dir. Paşlı 1 santiyə yaxındır demək olar. Yəni olsa qalın telefondur. 207 qram bir çəkisi var və dostlar, təbii ki, telefon Çində istehsal olunur. Bunu hamı bilir. Kameralarımız dostlar 200 megapiksellidir. f1.7, f2.2 də diafragmalı bir kamerası da mövcuddur dostlar. Yəni bu belə bir şeydir. Ön kameramız 32 megapiksel, f2.2 qaranlıqda ön kameranın performansı aşağıda, amma arxa kamera daha yaxşı şəkildə çəkir ön kameradan. Təbii ki də bu hamısında elədir. 4K 30 FPS, 1080 120 FPS və ön kamerada 1080 60 FPS video çəkir. Bu da yaxşıdır. Əsas bu telefonun məsələn prosesor cəhətindən belə dəyinəcək olarsak 4 nanometrlik Qualcomm Snapdragon 7S Gen 4 prosesoru mövcuddur. Bu prosesor olduqca yüksək sürətli nüvələrdən istifadə edir və olduqca yeni nüvələrdən istifadə olunub burada. Güclü nüvələrdə dostlar həqiqətən yəni oyun performansı cəhətdən də yəni telefon olduqca kifayət qədər performanslıdır. Nüvə sayı təbii ki 8-də Adreno 810 qrafik prosesorundan istifadə olunub. Bu da 2020-ci ilin topovu grafik prosesorundan hesab olunur. Ekranımız AMOLED dostlar, 68B Colors, yəni 120 Hz'lik bir ekrandır. HDR10 Plus və 447 ppi-dir. Bu da flagman sinifi aid olduqca sıx pikselli və olduqca parlaq bir ekrandan söhbət gedir burada. Bu da Victus 2 səviyyəli bir Gorilla Glass versiyasından istifadə olunub. Bu da olduqca yaxşıdır. Silikon polimer qarşılığı bir qoruyucudan istifadə olunubdur dostlar. Yəni pis deyil, həqiqətən yaxşıdır. 3200 nitslik parlaqlığa sahibdir bu ekran. Dostlar, telefonumuz 5G-ni dəstəkləyir və 6500 mAh-lıq böyük bir bateriyası mövcuddur. Burada bayaq da vurguladığım kimi 4 nanometrlik prosesorundan bu daha çox belə istifadə olunasıdır. Gün ərzində ortalama istifadəçisinin isə 2 gün rahatlıqla görə bilər bu telefonun zaratkası. Yəni 100 wattlıqda bir zaratkanı dəstəkləyir. Dostlar, nüans da əsas budur ki, telefonun Antutu halı da 1200 manat telefonlara görə pis deyil. İndi mən sizə bunu göstərəcəm. Deməli, Geekbench-də tək nüvədə 1237 xal yığır. Çoxlu nüvələrdə 3234 xal yığır və bu görmüş olduğunuz Geekbench-in 6.5.0 versiyasıdır və Android 64 bitlik versiya mövcuddur. Dostlar, telefonumuzun Antutu benchmark halı isə 1.400.480.076'dır. Dostlar, 19%, yəni telefonlardan daha güclüdür. Dostlar, telefonumuzun prosesoru da həqiqətən pis deyil. Yeni nüvələrdən və qüvvətli nüvələrdən istifadə olunub və bu Antutu xalıda Samsung Galaxy, məsələn, bunun 1-2 rəqibi var. Samsung Galaxy A56 məsələn belə bir şeylərdən daha yüksəkdir. Ki, Samsung Galaxy A56 800.000-dən yuxarıdır, amma bunda 1.480.076, yəni bu olduqca güclü prosesora sahib bir telefondur. Mən yekun rəylərimi bildirirəm ki, yəni siz telefon alasınızsa 1200 manat civarında bunun 256-lığını alın, daha yaxşı olasıdır. Və Samsungdansa yəni bunu almaq tövsiyəlidir. Mən deyirəm, oyun oynayasınızsa, yəni bunun qrafik kartı da olduqca güclüdür Samsung Galaxy A56-dan. Dostlar, telefon həqiqətən yaxşıdır. Yəni sizdən artıq xahişim budur ki, bu videoda like ataraq kanala abunə olmağı unutmayın. Bir efor sərf edirik təbii ki də bu videoları istifadə etmək üçün və hər gün bir yeni video gələsidir. Oydur ki, yəni izləmədə qalın, like atın, abunə olun dostlar. Çox sağ olun.